Malayziyada ikinci gündən hər birinizə salamlar. Əslində bu vloqu yerində niyə səsli çəkə bilmədiyimi sizinlə də bölüşmək istəyirəm. Çünki biz fevral ayında -5 dərəcə Bakı havasından gəldik düşdük -32 dərəcə isti və rütubətli havaya. Və kondisionerə görə mənim səsim batdı, sonra mikrofonumda problem oldu. Ona görə bu vloq belə alındı. İndi isə gedirik səhər yeməyinə. Yeməkləri görüb yenə ağlamağım gəlir. Səhər-səhər bu nə daxı, bozbaş kimi yeməklər, balıq keksi, balıq kaşası, nudul. Ay, bir də özlərinə məxsus düylü şirniyyatları var. Yəni şirniyyat görməsək inanarıq. Nəysə yəni. Düz əməlli bir pendir belə tapmadım. Hash brown yumurta, xiyarla birtəhər başımı qatdım. Amma kofeləri dadlı idi və guava meyvəsinin şirəsini çox bəyəndim. Aç mısın? Açım anne. Çok açım. Səhər yeməyindən sonra otelin 18-ci mərtəbəsində yerləşən hovuzda vaxt keçirdik. Hovuzdan Kuala Lumpurun ikonik binalarını görə bilərsiniz. Petronas əkiz qüllələri, Menara TV qülləsi və Malayziyanın ən hündür binası hesab olunan Merdeka 118. Kuala Lumpurda hava küləkli olmadığına görə bu hündürlükdə hovuzun ayrı bir ləzzəti var. İndi isə internetə Malayziya yazan kimi şəkli ilk çıxan məkanlardan Hind məbədi olan Batu mağaralarına gedirik. Bura şəhərdən taksi ilə 20 dəqiqəlik bir məsafədə yerləşir. Siz istəsəniz avtobus və ya qatarla da gedə bilərsiniz. Amma bizim oteldən taksi ən rahat seçim idi və təsadüfə baxın ki, şofer də Hindistanlı idi. Girişə yaxın dəhşət bir tıxac var idi. Okay, what you do is I'm going to leave you here. You just cross. That's the gate. Yeah, okay, good. All right? Okay. So sorry, yeah, I can't No problem. to make you exercise. Yeah, Thank you. Thank you. Have a good one. yeah. Ben de oradan düşeceğim. Bu mağaranın aşağısında çoxlu mağazalar var. Burada maqnit, suvenir, ətirlər satılır. Taksidən düşəndə gördüm ki, mənim günəş eynəklərim yoxdur. Qrabdan şoferə yazıb soruşdum, dedi taksidə qalmayıb. Nəysə axşam getdim, gördüm oteldə qoymuşam, amma ara yerdə məcbur olub buradan Hindistanlı qaqaşdan 8 manata Miu eynək aldım. Necədir? Qəşəng. Şimdi seçti o boyda içer koyalım. Batu mağaraları 400 milyondan çox yaşı olan 4 əsas mağaradan ibarətdir. Girişdə bizi buranın ən çox diqqət çəkən simvolu 43 metr hündürlüyündə qızılı rənglə boyanmış, poladdan hazırlanmış Hindu tanrısı Murugan heykəli qarşılayır. Bu heykəl bütün Malayziyada ən hündür, dünyada isə Nepalda yerləşən heykəldən sonra ikinci ən böyük Murugan heykəlidir. Murugan Hindu tanrılarından müharibə və qələbə tanrısıdır. Batu mağaraları məhz ona sitayiş üçün nəzərdə tutulub. Həmçinin böyük təntənə ilə keçirilən Taypuzan festivalı zamanı da yanvar-fevral aylarında bura ziyarətə gələnlər çox olur. Mağaranın içərisinə getmək üçün 272 pilləkən qalxmaq lazımdır. Bura giriş ödənişsizdir. Mən əslində bu istidə ora qalxmaq istəmirdim, amma Mirağa dedi ki, gəl yavaş-yavaş gedək, həm də meymunları görmüş olarıq. Dedim, tamam. Bu arada qadınların şortla girişi qadağandır. Əgər qısa geyimdəsinizsə, münasib qiymətə orada əlavə geyimlər də satılır. Gəlmişik meymun qardaşlarımla görüşə. Özü də yoxdular. Gəlişimi eşidib hazırlığa keçiblər. Bizə ehtiyac yox idi. İndidən sabah da gələcəyik. Dillər hazırlıq gedir. Görək inşallah. Nəhayət bu məşəqqətli yolu sonuna kimi qalxdıq və mən yoldaşımı arzusuna çatdırdım. O meymunlara qovuşdu. Meymunlardan əlavə burada həm də xoruzlar var idi. Onu görəndə biraz təəccübləndik. Meymunlar əslində havadan asılı olaraq tam bu 272 pilləkənin aşağısına kimi də gəlib çıxırlar. Bugün gəlməmişdilər. Onlar insanların əlindəki yeməkləri, parıldayan əşyaları oğurlamaqda ustadır. Amma insanlar da bu anları videoya çəkməyi çox sevirlər. Arzularım gerçekleşti. Ha. Geldim, qovuşdum meymunlarla. Gedim düyünə. Sizə burada necə iyrənc bir qoxu var, mən başa sala bilmərəm. Yəni yaxşı ki, videodan qoxu keçmir. Zibil, yemək artıqları, plus da istinin təsiri ilə daha da belə pisləşiblər, bərbad ötəsi bir qoxu gəlir. Что, нож шуза, специфика.
Bunu dışarıda küçük bakıyorsun. Sus be anlatıyorum be. Ya bir sus be. Brother, Bizim bu ziyarət etdiyimiz əsas məbəddən əlavə burada ödənişli məbədlər də var. Dark Cave, Ramayana Cave və Cave Villa. Buranın aurasını o qədər bəyənmədim ki, əlavə pul verib başqa məbədlərə heç getmək də istəmədim. Məncə Batu mağaraları çox belə abartılmış bir yerdir. Yəni Instagramdan görüb hamı gəlir. Məncə yuxarı qalxmağa ehtiyac yoxdur. Elə aşağıda şəklinizi çəkin, səliqəli şəkildə buranı tərk edin. Malayziya özü müsəlman ölkəsi olsa da, burada bir çox fərqli dinlərə aid məbədlər var. Bu Hind məbədindən sonra isə indi Batu mağaralarından 38 kilometr, Kuala Lumpurdan isə 50 kilometr məsafədə yerləşən Çin mədəniyyətinə aid bir yerə gedirik. Yolumuz Genting Highlands istiqamətindədir. Genting Highlands özü böyük bir kompleksdir və 3 əsas hissədən ibarətdir. Ən aşağıda Outlet Mall, ortada Chin Siu məbədi, yuxarıda isə Genting Resort və əyləncə parkı, həmçinin kazino yerləşir. Buranın Avana Skyway adlı möhtəşəm mənzərəli kanat xətti çox məşhurdur, amma Mirağanın kanatla heç arası olmadığı üçün fədakarlıq eləyib bu cür bir peravalla getməyə razı oluram. Yolda yağış yağanda çox qəribə bir şeyə şahid oldum. Külək olmadığına görə yağış damlaları ancaq düz istiqamətdə düşür. Yəni maşının arxa pəncərələri təmiz qalmışdı, yalnız ön hissəsində yağış damcılarını görmək mümkün idi. Biz ən yuxarı hissəyə getmirik, çünki o qədər vaxtımız yoxdur. Amma siz istəsəz 1-2 gecə Gentingdə qalıb bu 3 hissəni daha rahat gəzə bilərsiniz. İlk olaraq elə taksi ilə Chin Siu Temple'a gedirik. Giriş ödənişsizdir. 1994-cü ildən rəsmi olaraq açılmış bu məbədin tikintisi 18 il davam edib və dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Məbəd kompleksi bir neçə mərtəbədən ibarətdir. Çin Siu zalı, Çin Siu tanrısı, Sky Terrace, Buta məbədi, müşahidə qülləsi, Pərilər körpüsü, Guan Yin heykəli, axirət səyahəti. Biz elə bilmədən ən aşağı mərtəbədən gəzintiyə başladıq. Liftdə hansı mərtəbədə nəyin olduğu qeyd olunubdu. Bu ən aşağı mərtəbədə 4 səma generalı məbədi yerləşir. Düzü bu hissə haqqında məlumat tapmadım. Amma bir növ Çin xalq inancına görə bu generallar məbədin qapılarını qoruyan qapı tanrıları vəzifəsini görürlər. Oynatmadı, ziyan acı. Yanmı? Müqəddəs yanğınının sizi hifz eləsin. Yanğın. Çünki bir adım Hifz eləyən mənisən. adım istədim səhv edim deyəsən. oynama onunla, oyuncaq deyil. Kebab pişirmişsən, öyrətmə. Kuzu çevirmədi. Yaxşı, yaxşı. Siz gəl. Nasıl sönməli? Ha, gəl buraya, gəl. İkisini al, ikisini buraya sonra. Sonra bir yuxarı mərtəbədə yerləşən Çin Siu zalına daxil oluruq. Atmosferi çox gözəl idi. Bu zal məbədin əsas funksional hissəsidir. Çünki burada ianə qutusu və təqdim edilən qurbanlıq əşyalar satılır. Zalın ətrafındakı 3D formatdakı dekor bəzəklər isə çox canlı və gözəl idi. Arxa hissədə tısbağalarla dolu balaca bir gölməçə var. Burada çoxlu qəpiklər gördüm. Çox güman ki, ziyarətçilər özlərinə şans gətirsin deyə gölməçəyə bu qəpikləri atmışdılar. Terrasdakı buxur qablarından gələn qoxular, küləkdə yellənən qırmızı kağız fənərləri çox mistik bir ab-hava yaratmışdı. Və nəhayət Sky Terrace mərtəbəsinə qalxıb Genting Highlands'ın qurucusunun heykəlini görürük. Bu kişi Çindən gəlmiş kasıb bir immiqrant olubdu. Varlananda isə o, bu ərazini Çində doğulub böyüdüyü yerə oxşadır və məbədi inşa etməyə qərar verir. Bir də qeyd edeyim ki, Kuala Lumpur nə qədər isti olsa da, Genting Highlands bölgəsi sərin olduğu üçün hər ehtimal özünüzlə nazik bir pencəyi və ya jaket götürün. Bu məbəddə əslində turistlərin ən çox diqqətini çəkən axirət səyahəti hissəsidir.
Burada Taoizmə görə yanlış hesab olunan əməllərin vizual şəkildə necə cəzalandırıldığı və insanların buna görə də bu əməllərdən çəkinərək düzgün yolu seçməsinə təşviq olunur. Hər bir otaqda fərqli səhnə göstərilir. Oğurluq, xəyanət, vergi yayınması, vandalizm, dinə hörmətsizlik, insan alveri, mülk yandırmaq və s. Sonda isə həmin insanların bu əməllərə görə taleyi və onların yenidən doğuluş forması ilə bağlı qərar verilən bir məhkəmə səhnəsi göstərilir. Bu yol yekunlaşdıqda isə meydanda musiqi çalan və şahmat oynayan tanrı fiqurlarını görürük. Bunlar 8 ölümsüz kimi tanınır. Səmadan enən və bir araba çəkən 7 pəri, müşahidə qülləsi, 18 ölümsüz, qəribə səyahət kimi hissələri də ətraflı gəzib görə bilərsiniz. Həmçinin burada restoran və kafelər də var, amma biz artıq gec olduğuna görə outletə getmək üçün yola düşürük. Məbəddən sonra əslində istəyərdim ki, Genting Highlands'ın yuxarıdakı əyləncə parkı hissəsinə gedək, amma vaxt azlığına görə biz qərar verdik ki, premium outletə baş çəkək. Bilmirəm həftə içidir deyə, ya şəhərdən uzaq olduğuna görə gözlədiyimdən çox az adam var idi. Bir çox məşhur brendlərin məhsullarını yaxşı qiymətə əldə etmək olar. Amma nəzərə alın ki, bura outlet olduğuna görə bütün ölçüləri tapmaya bilərsiniz. Həm də əgər özünüzə ya dostlarınıza Malayziyaya aid bir şirniyyat almaq istəsəz, yaxud bir suvenir əşya, burada maraqlı mağazalar var idi. Gəldi yenə yaralı yerim, yemək məsələsi. Bu boyda molda niyə axı bir dənə ürək açan restoran yoxdur? Məcbur olub Texas Chicken deyə bir yerdə əyləşdik, amma nə bir ətrafı toparlayan var, nə dadlı yemək var. Yəni niyə hər tərəf belə zirzibilidir? Nə yalan deyim, video başlayandan şikayət edirəmmiş kimi görünsəm də, Malayziyada təmizlik və yemək mövzusundan bu qədər dərdli olacağını düşünməmişdim. Kuala Lumpura geriyə hardasa 1 saatlıq perivallı bir yolumuz var. Ona görə artıq taksi çağırmaq vaxtıdır. Və nəzərinizdə olsun ki, burada şəhərdəki kimi belə tez taksi tapmaq olmur. Biz bir xeyli gözlədik. Axırda da aftaş bir xala gəldi. Bir də gördük ki, artıq Kuala Lumpurdayıq. Salam. Oturmuşuq qaraçıların yanında. Ya o bibiden yazıyoruz ki futbol. Hiç ananı geri. Biz hələ də ac olduğumuz üçün elə qaldığımız otelin hovuz kənarında yemək yedik. Bir də bu otellə bağlı bəyəndiyim digər məqam isə odur ki, otelin içərisində kiçik bir market var. Yəni gecə yaxud da elə səhər haraza çıxmağınıza ehtiyac yoxdur. Lazımlı şeyləri burada tapmaq olur. Hı?